Evet, İran'ın Şot şehrinde Ağrı Dağı'nın gölgesinin düştüğü şehirlerden biri olan Şot şehrine eski mezarlığa geldik. Selamünaleyküm. Seyahat. Bismillahirrahmanirrahim. Selam. Selam. Ruhu şad olsun. Sağ olasın. Ölümler Kim bu? Yatan kim? Bu yatan mənim əziz ürəyim anam. Anneniz. Hə. Öz Allah anam. rahmet etsin. Rahmet eylesin. Rahmet sənin də ölənlərə. Suyu niye döküyorsunuz onun? Suyu tökürük elə bu cür qədimdən. Ruhu serinletme Ata babanın kültür. sözüdür ki, sərinlətmək üçün bir yad eləmək üçün qəbirlərimizi belə. Bir de şey var, üstünde bir yazı var, böyle uzun bir yazı. O bir türkcə bir şeir yazmışıq bunun üstündə. Bir okuma imkanınız var mı? Oxuyaram. Fatimə Sohrabi atası Abbasqulu doğum ili 1310, ölüm günü 1384-cü ilin 2-ci ayında. Topraq altında yatan canivə qurbanəm ana. Pozulan xanə və kaşanivə qurbanəm ana. Pozulan han, Elə bir kaşan. hə, evi pozulubdu ki, evdə elə bir pozulub gəlibdi köçüb bu dünyaya. Öz evi pozulan bu cura. Tamam. Pozulan xanə və kaşanivə qurbanəm ana. Yasıyıq dorəmizə, cümədir, nalan qonağın. Bu gün cümə günüdür bizdə. Biz də yaslıyıq, elə bir sözü bunu Biz də yaslıyıq. Qonaq da ki, sən gəlibsən. Qonaqlarımız yığışıb dövrəmizə. Yaslıyıq dövrəmizə, cümədir, nalan qonağın. Ağlayan qüssəli mehmanivə qurbanəm ana. Elə bir cümə günü bura qoşulanlar gəlirlər, ağlayırlar. Onlara qurban olum, bu sözdədim. Ruhun şadlığına bəzmidə Qur'an oxunur. Oxunan ayə-i Qur'anivə qurbanəm ana. Bizə xatir... Qurbanım ana. Hə, qurbanəm ana. Bizə xatir nə qədər rənc və məşəqqət çəkdin. Bizə çoxlu zəhmət... Bizim çok meşakkatimizi, zahmetimizi çektin. Zəhmətimizi çəkdin. Eşqivə, rəncivə, imanivə qurbanəm ana. Sənin o eşqin ki bizə, aşkın ki bizə var idi. Hə. Qurbanım ana. Qurbanəm anam. Gözlərin bir dəfəlik yumdu sənin badi əcəl. Sənin bir dəfəlik gözlərin Yumdu əcəl. Yumdu əcəl. Yumulan qəbridə çeşmanivə qurbanəm ana. Bu qəbirdəki yumulub gözlərin ona qurbanəm ana. Mezarda kapalı olan gözlerine kurbanım. Qurbanəm ana. Şeir oldu. Allah rahmet etsin. Allah sizin ölünüzü rahmet Bütün mezarlarda böyle dikkatimi çekti. Hep Türkçe yazılan şiirler var. Tamamında şiir var. Bütün İran'da en çok dikkatimi çeken bütün mezar taşlarında mutlaka bir dörtlük Türkçe bir şiir var. Bazılarında Farsça, bazılarında Türkçe ama genelde Şot bölgesi, Təbriz bölgesi Türkçe şiirler kullanıyor. Selam. 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 Allah rahmet etsin. Rahmet sana olsun. O kiminə? O yadardı. O yadardı. Səsinlər sotdu. Yatan insanı. O şirin ləhvə dəmadəm qulağımda dolanır. Şairim bunu elə oğlu, bu rəhmətliyin oğlu Coşqun bəy. Bizim əsli şairlərimizdəndir. Xudayarı cənabları təxəllüsü qəmli. Onun atasıdır ki, bizim inanan şairlər diyarımızda, Çiçəklər ölkəsimizdə hətta Arğı dağına bir gözəl bir şeir yazıbdır. Onun atasındır və şeir də özününküdür. Burada yazıb, gözlərim görsə əgər oxuyardın səhəri Sure-i Ər-Rəhmanı oyadardı səsin hər sob yatan insanı. O şirin ləhni dəmadəm qulağımda dolanır. Sənə arzumdur ki, rəhmət eləsin Rəhmanı. Çox gözəl bir dörtlük. Qəmli cənabları
Ay Xudayar atasına da bu şeiri yazıbdı qəbir daşında.